Fiziki tərbiyənin hissələri və strukturundan danışacaq müəllimlər bu gün sizinlə. Ümumiyyətlə fiziki tərbiyənin məktəblərdə tədrisi zamanı dərs 4 hissəyə bölünür. Giriş hissə, hazırlayıcı hissə, əsas hissə və tamamlayıcı hissə. Giriş hissəni 3-5 dəqiqə davam edir. Hazırlayıcı hissə 8-10 dəqiqə davam edir. Əsas hissə 20-25 dəqiqə davam edir və tamamlayıcı hissə də 3-5 dəqiqə davam edir. Dərsin ən az, yəni hansı hissələrlə vaxt aparır deyilsə, deyəcək giriş və tamamlayıcı hissəsinə. Bəs sual olsa ki, dərsin ən çox vaxt hansı hissəsinə aparılır? Bu zaman deyəcək ki, əsas hissəyə 20-25 dəqiqədir. Bəs hazırlayıcı hissə nə qədər vaxt aparır? Bu zaman da deyəcək 8-10 dəqiqə. Və sual olsa ki, dərsin əsas məqsədini nə zaman reallaşdırılır? Onda bu zaman deyəcək ki, əsas hissədə. Dərsin əsas məqsədi reallaşdırır. Və bunların ümumi məlumat verim ki, müəllimlər sizə giriş hissədə, hazırlayıcıda, əsasda və tamamlayıcı hissədə məqsədi nədir? Nə üçün var? Deyir ki, giriş hissə 3-5 dəqiqə davam edir. Dərsin mövzusuna aid müvafiq informasiyanın və nəzəri biliklərin verilməsi, həmçinin motivasiyanın formalaşdırılmasıdır giriş hissənin məqsədi. Keçdik hazırlayıcı hissəyə. Hazırlayıcı hissədə deyir ki, sıra və ümumkəf hərəkətləri, xüsusi hazırlayıcı hərəkətləri yerinə yetirilməsi ilə şagird orqanizmini əsas hissəyə hazırlaşdırmaqdır. Həmçinin hazırlayıcı hissənin məqsədi odur ki, əsas hissədə zədələnmələrin qarşısını alır. Çünki şagird bədəni qızışdırmadan hər hansı bir ümumkəf hərəkəti, hazırlayıcı hərəkəti etmədən gedib hər hansı bir hərəkət qabiliyyətə aid hərəkəti edərsə, birdən-birə bu orqanizmdə ya da bədəndə, daxildə və ya da xaricdə hər hansı bir zədələnmə baş verə bilər. Keçdik əsas hissə məqsədinə. Deyir ki, dərsdə nəzərdə tutulan hərəkət qabiliyyətlərin inkişafına istiqamətlənmiş fiziki yükün zəruri icra rejimində yerinə yetirilməsidir. Dərsin əsas məqsədinin reallaşdırılmasıdır burada. Həmçinin hərəkət qabiliyyətlər. Tamamlayıcı hissənin məqsədi nədir? Deyir ki, orqanizm funksional sistemlərinin dərsdən əvvəlki vəziyyətə geri qaytarılması üçün bərpa-edici və tənəffüs hərəkətlərindən ibarətdir. Yəni, gərgin vəziyyətdən boşalmış vəziyyətə keçmək üçündür. Dərsdən əvvəlki vəziyyətdə nə idi? Nəbz vurğusu, insanın həmçinin oksigen, nəfəs alıb verməyi, həminki vəziyyətə geri qaytarmaqdır. Axı, əsas hissədə gərgin vəziyyətə düşür şagird. Daim hərəkətdədir, qaçır, tullanır, hər hansı bir hərəkət edir. Tamamlayıcı hissənin məqsədi odur ki, orqanizm əvvəlki vəziyyətə qaytarsın, funksiyon sistemlərini. Və müəllimlər, burada artıq dərsin hissələrində mən ümumi məlumat verdim. İndi isə müəllimlər, dərsin əsas hissəsində müəllimin fəaliyyəti nədir, şagirdin fəaliyyəti nədir və ya da girişdə müəllimin fəaliyyəti nədir, girişdə şagirdin fəaliyyəti nədir, onlara ayrı-ayrı deyəcəm. Baxın, giriş hissədə nə deyir? Deyir ki, müəllimin fəaliyyətindən danışır. Deyir ki, dərsin məqsədini, istifadə olunacaq fəaliyyət növlərini, hərəkətləri, qaydaları izah edir və motivasiya yaradır. Bunu yaradan kim olacaq? Dərsi izah edən kim olacaq? Cəlb etməni edən kim olacaq? Nəzəri informasiya məlumatı şagirdlərə birinci verən kim olacaq? Təbii ki, müəllim olacaq və giriş hissədə olunur bu. Bəs bunun qarşılığında şagirdin fəaliyyəti nə olacaq giriş hissədə? Baxaq ona. Deyir ki, hərəkət və oyunların istifadəsini anlayır. İzah edən kim idi? Müəllim. Anlayan kim oldu? Şagird. Həmçinin dərsdə fəaliyyətini planlaşdırır. Bəzi müəllimlər var ki, əksəriyyət müəllimlər gedir bu dərsdə fəaliyyətini planlaşdırmağı hazırlayıcı və ya əsas belə aparıb qarşıq salırlar. Xeyr, artıq şagird ilk növbədə, yəni dərsin giriş hissəsində öz fəaliyyətini planlaşdırır ki, bundan sonra mən nə edəcəm? Nəyin necə ardıcıllığını edəcəm? Bu fəaliyyətini planlaşdırmaq şagirdin giriş hissədəki fəaliyyətinə aiddir. Keçdik hazırlayıcı hissədə nə deyir? Müəllimin fəaliyyətinə baxaq müəllimlər. Deyir ki, hərəkətlərin icra ardıcılığı müəyyən edir. Yeriş və qaçış hərəkətlərin müxtəlifliyindən istifadə edir. Ümumkəf hərəkətləri nümayiş etdirir. Həmçinin şagird orqanizminin əsas fiziki yükün qəbuluna hazırlayır, sıra və cərgədə irəliləmələri təşkil edir, hərəkətləri nə edir? Nümayiş etdirir. Bu, müəllimin fəaliyyətidir. Orqanizmin qızışdırılmasını təmin edir, həmçinin ümumkəf hərəkətləri nümayiş etdirir, nümayiş etdirən yenə edir. Müəllimlər qarışdırmasın şagirdlərini. Müəllim nümayiş etdirir ki, şagirdlər də onu icra edir də yerinə yetirir. Bu, müəllimin fəaliyyətinə aiddir. Və hazırlayıcı hissədə müəllimin bu fəaliyyətindən sonra qarşılığında şagird nə edəcək? Ona baxalım. Hazırlayıcı hissədə şagird fəaliyyəti. Sıra ümumkəf hazırlayıcı hərəkətləri icra edir. Hərəkət fəaliyyətini qaydalar çərçivəsində qurur. Bax, girişdə şagird deyir ki, dərsdə fəaliyyətini planlaşdırır. Hazırlayıcı nə deyir? Hərəkət fəaliyyətini artıq qaydalar çərçivəsində qurmağa çalışır, başlayır. Bu da şagirdin hazırlayıcı hissədə fəaliyyəti oldu. Və keçdik dərsin əsas məqsədini reallaşdırma olan bir hissəsi dərsin əsas hissəsinə 20-25 dəqiqə davam edir.
Və müəllimin fəaliyyəti nədir? Yenə baxın, burada nümayiş etdirmə var. Hazırlayıcıda müəllim mükəmməl hərəkətləri nümayiş etdirirdi. Burada isə nə deyir? Deyir, hərəkətləri nümayiş etdirir. Dərsdə yarışacaq qrupları komandalar müəyyənləşdirir. Dərsin məqsədinə uyğun hərəkətləri oyunlar vasitəsilə müvafiq hərəkət qabiliyyətinin inkişafını təmin edir. Bax, şagirdləri komandalara bölən kim olacaq? Müəllim olacaq. Bunu gəlib qıraqdan hər hansı bir müəllim və ya da digər bir şəxs bölməyəcək ki, və ya da şagirdlərin onun ixtiyarına buraxsaq ki, siz özünüz komandalara bölünün. Bu zaman nə olacaq? Müəyyən bir problemlərlə rastlaşa bilərik ki, bu problemlər nə olacaq? Hər hansı bir şagird daha güclüləri özünü seçsə, yerdə zəiflər də digər bir komandaya qalacaq. Burada artıq belə deyək də ədalətlilik prinsipi pozulacaq. Hər hansı bir komanda sırf məğlub olacaq, digər bir komanda ard-arda belə deyək qalib olacaq. Ona görə şagirdləri komandalara bölməyi şagirdin ixtiyarına buraxmaq olmaz. Qətiyyən müəllim özü bölməlidir. Yəni bir zəif, bir güclü hər komandada bu belə deyək də uyğunluğu qorumalıdır. Ona görə şagirdləri komandalara böləndə oyunlar vasitəsilə müvafiq hərəkət qabiliyyətinin inkişafını təmin edən və fərdi qiymətləndirmə aparır. Fərdi qiymətləndirmə əsasında müəllimin fəaliyyətidir. Bir də müəllimlər ümumiyyətlə, ümumi qiymətləndirmə haqqında məlumat vermək əsasən dərsin giriş hissəsinə aiddir və digər hissələrdə də ola bilər bu. Amma əsasən giriş hissəyə aiddir. Fərdi qiymətləndirmə aparır desə, deyəcəksiniz ki, əsas hissə bir də var ki, deyir ki, qiymətləndirmə nəticələrini elan etmək. Bu dərsin sonundadır, tamamlayıcı hissədədir. Az sonra deyəcəm. Və yenə deyirəm, qiymətləndirmə haqqında məlumat vermək bu əsasən giriş hissənin məqsədidir və digər dərsin hissələrində də verilə bilər. Fərdi qiymətləndirmə aparır desə, əsas hissədə deyəcək. Amma qiymətləndirmə nəticələrini elan edir deyilsə, bu zaman deyəcək tamamlayıcı hissədədir, müəllim fəaliyyətidir. İndi keçdik əsas hissədə şagirdin fəaliyyətinə. Deyir ki, şagird nə etməlidir? Oyunları, estafetləri, hərəkət komplekslərini yarış rejimində yerinə yetirməli, komandalı fəaliyyət zamanı əməkdaşlıq etməlidir. Baxın, komandalı fəaliyyət zamanı nə etməlidir? Əməkdaşlıq etməlidir. Əsas hissədə şagirdin fəaliyyətinə aiddir. Yəni, orada əməkdaşlıq yoxdursa, dərsin o əsas hissəsi zamanı, oyunlar, yarışlar zamanı, orada heç vaxt bir qalibiyyət ola bilməz. Mütləq ilk növbədə şagird özünü tərbiyəli aparmalıdır, nümunəvi aparmalıdır, qaydalara riayət etməlidir. İstər öz komanda yoldaşlarına, istər rəqibin oyunçuları ilə nə etməlidir? Əməkdaşlıq etməlidir. Və dərsin sonuncu hissəsi, müəllimlər, tamamlayıcı hissədir. Bu da 3-5 dəqiqə belə deyək, vaxtında aparılır. Orqanizmin əvvəlki vəziyyətə qayıtmasından ötəri bir olan bir hissədir. Müəllimin fəaliyyətinə baxaq, nə deyir? Deyir, bərpa-edici hərəkətlərin istifadəsini təmin edir. Bax, təmin edən müəllimdir. Şagirdin fəaliyyətində nə deyir? Orqanizm bərpasına çalışır. Çalışan şagird olacaq. Amma təmin edən kim olacaq? Müəllim olacaq. Bunları qarışdırmayalım. Sonra nə deyir? Qiymətləndirmə nəticələrini elan edir. Az öncə demişdim ki, qiymətləndirmə haqqında məlumat verən giriş və ümumi də ola bilər. Fərdi qiymətləndirmə əsas və qiymətləndirmə nəticələrini elan etmək isə tamamlayıcı hissənin belə deyək, tamamlayıcı hissədə olan bir prosesdir. Sonra bir də qiymətləndirmə nəticələrini elan edir və ev tapşırığı verir. Həmçinin, yenə deyirəm, orqanizmin bərpasını təmin edən, qiymətləndirmə nəticələrini elan edən, ev tapşırığı verən, bu hamısı müəllimin fəaliyyətinə aiddir və tamamlayıcı hissədə. Yaxşı, bunun qarşısında şagirdin fəaliyyəti nə olacaq? Tamamlayıcı hissədə. Deyir, orqanizm bərpasına çalışır, əzələlərin boşaltıcı və tənəffüs hərəkətlərini yerinə yetirir və öz nəticəsini təhlil edir. Bəli, görün bu günləri mən necə bir hərəkətlər etdim, hansı səviyyədə işi gördüm, hansı səviyyədə qiymət ala bildi. Öz nəticəsini baxın, təhlil edir. Bu da şagirdin fəaliyyətinə aid olacaq. Bu da bizim müəllimlər dərsin, fiziki tərbiyə dərsinin hissələri və strukturu oldu.